Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır. Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmətə və faydaya əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Digər mötəbər tədbirlərlə yanaşı 4-cü Antalya Diplomatik Forumunda da ölkəmizin iştirakı Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafı, eləcə də qlobal arenadakı mövqeyi baxımından əhəmiyyətlidir. Siyasi şərhçilərin forumun əhəmiyyəti haqqında fikirlərini öyrənmişik, nəzər yetirək. Antalyada keçirilən görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırki vəziyyətinə və inkişaf perspektivlərini bir daha gündəmə gətirəcək. Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri, həmçinin iki tərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım olacaq. İki dövlətin fəallığı Cənubi Qafqazda Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına töhfə verir. Qardaş Türkiyənin məhz dünya siyasəti müstəvisində müzakirə platformalarına açıq olması da bizi sevindirir və bu səfər çərçivəsində də Azərbaycan prezidentinin mühüm görüşləri gözlənilir. Hesab edirəm ki, bu bir tərəfdən Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına xidmət edəcəkdir. Digər tərəfdən həm də Cənubi Qafqazda sülh perspektivləri, nəqliyyat, enerji sahəsində görülmüş işlər haqqında da məlumat vermək imkanını formalaşdıracaqdır. Bu səfər eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi baxımından mühüm hadisə olacaq. Azərbaycan bugün regionun enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biri kimi çıxış edir. Cənub qaz dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu və görülən digər işlər Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsini təmin edir. Bu layihələr təkcə regional deyil, həm də Asiya ilə Avropa arasında strateji əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Həm öz torpaqlarımızı azad edirik, yəni bizim hərbi potensialımızı da istifadə edirik və eyni zamanda diplomatik təşəbbüsləri irəli sürülən kimi bir dövlətik. Biz başa düşürük ki, diplomatiyanın rolu kifayət qədər yüksəkdir və belə bir forumda iştirak etmək Azərbaycan üçün olduqca önəmli bir məsələdir, önəmli bir problemdir. Azərbaycan bugün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq regionun və dünyanın gələcəyinə töhfə verir.